Cərrahi müdaxilə anında effekt verir, çünki anında o kəsildi, tikildi və artıq dəri artıq yoxdur. Düzdür, onun sağalma, öz bərpa müddəti, reabilitasiya müddəti vardır. Bu bəzən 1 ay, bəzən onun şişkinlikləri 3 aya qədər də pasientlərdə ola bilir. Əlbəttə ki, onu kök hüceyrə əvəz eləməz, kök hüceyrəni də o əvəz eləməz. Çünki cərrahi prosedurdan gələn bütün pasientlər 2-3 ay sonra cərrahlar özü mənə deyirlər ki, doktor, bu pasientə kollagen olsun, biorevitalizasiya, nəsə bir şey edə bilərsinizmi? Çünki bu pasientlərin üzləri yenə 4-5 ildən sonra düşməyə başlayanda həmən cərraha gedəcək. Amma burada cərrahlıq bir şey yoxdur. Çünki bizim yaşlanmamız davam edir. Evet. Ona görə də kollagen sintezi yaşatdıqca zəif azalır və ya tam stop dayanır artıq 55-60'lı yaşlarda. Yoxdur. Bu yoxdursa bu orqanizmdə bu dəri necə özünü olduğu kimi saxlaya bilər? Mütləq şəkildə ona görə cərrahi müdaxilədən sonra müraciət edirlər ki, kosmetoloji prosedurlar hətta 3 ay sonra, 2 ay sonra etdiyim pasientlər olubdur. Və cərrahi müdaxilə ilə kök hüceyrə tam fərqlidir. Bəzən cərrahi müdaxilənin edə bilmədiyini, hansı ki dediyim o oynaqlarda, vətərlərdə və yaxud da o ağrı əzabı çəkməmək üçün pasientlər kök hüceyrəyə müraciət edirlər. Amma o aşırı sallaqlıqlar varsa, artıq dəri varsa, onu cərrahi müdaxilə ilə biz ancaq kəsib götürə bilərik. Onu kök hüceyrə ilə qaldıra bilmərik.